Əvvəl onu deyim ki, Amerika Birləşmiş Ştatlarının strategiyası dəyişib. Dünyaya baxışı dəyişib və son çap olunan milli strategiyalarını oxuyanda dərindən həm Pentagonun, həm Dövlət Departamentinin görürük ki, doğrudan da ciddi tektonik dəyişikliklər var. Yəni, əgər kimlərsə gözləyirlərsə, bizdə də, ətrafımızda da, dünyada da ki, bu Trump rüzgarıdır, əsəcək, bitəcək, bundan sonra hər şey köhnə ayarlarına dönəcək, yanılırlar. Uzun illər bundan qabaq Amerika Birləşmiş Ştatlarının 3 dəniz strategiyası qəbul olunmuşdu bizim bölgə ilə bağlı. Baltik dənizi, Qara dəniz və Xəzər dənizi. Və o strategiyaya uyğun olaraq da addım-addım gedilir. Baltik dənizi artıq demək olar ki, NATO-nun daxili dənizidir. Qara dənizə Rusiya burnunu çıxarda bilmir. Türkiyə olmasa ümumiyyətlə hətta ticarət gəmilərini belə Qara dənizdə üzdürə bilmir. Və indi 3-cü ayaq Xəzər dənizi və Orta Asiya, bu da Mərkəzi Asiya, bu çox vacibdir. Və Azərbaycana da baxanda, Ermənistana da baxanda, Gürcistana da baxanda bizi ayrı-ayrılıqda heç kimə maraqlı deyil. Açıq danışaq da, bazarımız balaca, 10 milyon əhalimiz var. Yəni, biz deyirik, investor gəlsin. İnvestor dünyada ən ağıllı adam, hökumətlərdən də ağıllıdır. Çünki hökumət büdcənin pulu ilə qərar verir, hətta ən dürüst hökumətlər belə dünyanın hər yerində. Amma investor öz pulu ilə qərar verir. Bəs istehsal üçün yararlı deyil mi Azərbaycan? Ona gətirirəm söhbəti ki, biz regional bir oyunçuya çevrilmək istəyiriksə və bunun yönündə addımlar atırıqsa, bu zaman biz maraq doğururuq. Biz Orta Asiyaya körpüyüksə maraq doğururuq, Cənubi Qafqazda lokomotiviyiksə maraq doğururuq. Biz gələcəkdə İran dəyişəndən sonra İrana Azərbaycan üzərindən açılım olacaqsa maraq doğururuq. Hətta Rusiya dəyişəndən sonra Rusiya açılım maraq doğurur. Yəni, logistik mərkəz olaraq, keçid koridorları olaraq biz maraq doğururuq. Siz ifadə elədiniz ki, bu böyük bir ofis kimi düşünsək Azərbaycanın. Əlbəttə, Azərbaycan belə bir, həm böyük bir ofis, həm böyük bir ticarət mərkəzi, həm də böyük bir, elə deyək, hub olmalıdır da, qlobal hub olmalıdır. Amerika, bu seyircimizin sualına cavab olaraq onu da deyim ki, bugünə qədər ona görə bəs gəlməyiblər ki, belə rüşvət var, korrupsiya var, imkan yox idi, ona görə də gəlmirdilər də. Olsa yenə gəlməyəcəklər. Yəni, mən əminəm və düşünürəm, inanmaq istəyirəm ki, hökumət də bunu başa düşür. Hökumət də başa düşür ki, investor ürkək ceyrandır. Onu bir damcı ürkütsən, çıxıb gedəcək. Bax, çox qəribədir, çox belə mənim üçün çox qəribə bir hiss yarandı. Bu investisiyalardan danışırıq, xarici şirkətlər gəlir, prezidentlə görüşür. Parlamentdə yeni qanun layihəsi təqdim olunub. İnvestorların əlindən dövlət zəmanəti ilə istədikləri obyekti almaq hüququ verilir. Yəni, biabırçılıqdır, bunu kim eləyir? Mən investorlarla işləmişim uzun illər. İnvestor hətta Azərbaycana gəlmək istəsə, onun qabağına gətirib, çünki investorlar bir ölkəyə girmək istəyəndə bir neçə istiqamətdən onu öyrənir. Hüquqi bazasını öyrənir, qanunvericiliyini öyrənir, oradakı tendensiyaları öyrənir, bazar payını öyrənir, bazarın özünü öyrənir, çıxış imkanlarını öyrənir. Əsas da vergi, gömrük, qanunvericilik bazası onun üçün çox önəmlidir. Bu riskləri hesablamalıdır ki... Riskləri hesablamaq üçün, bəli, risk menecment deyirlər də onu. Siz təsəvvür edin, istənilən investorun qabağına o xəbər çıxsa, nə düşünəcək? Bu, yəni, biraz sadələşdirsək, nə deməkdir? Paralel bir proses gedir. Bilmirəm. Bax, açığı mənim üçün də maraqlıdır. Elə sizin verilişdən, bu verilişdən də istifadə edib, bu haqda biz elə müzakirəni açaq, çünki yeni xəbərdir. İnşallah ki, dövlət tərəfindən, hökumət tərəfindən də buna pozitiv reaksiya olar. Çünki bu xəbərin özü belə yanlışdır. Bir var ki, Natiq bəy, bu var idi bu zamana qədər. Biz indi bu prosesdəki bir açılım kimi görünür, onda onu dəyişək, yəni yumuşaldaq. Bir də var ki, tərs bir mənzərə çıxır. Tamamilə tərs və tamamilə sərtləşən. Yəni, bu o demək, çox yaygın da ifadələrdir. Dövlət maraqları tələb edərsə. Cəmiyyət üçün bir təhlükə yaradacaq və bunu kim müəyyən edəcək? Kim müəyyən edəcək? Və hansı kriteriyalardan? Bəli, dövlət marağı nədir? Çox ciddi məsələdir bu. Elə belə məsələ deyil. Əlbəttə. Mən bura gəlməmişdən öncə müraciət elədilər mətbuatdan ki, şərh edim. Dedim, canlı yayıma gedirəm, qayıdıb şərh edəcəm. Yəni, biraz araşdırdım, doğrudan da bir absurd bir yanaşımdır. Onsuz da, siz demişkən, o investor bir hürkək ceyran kimi çox şeylərdən qorxub buraya gəlmir. Ən azı Ermənistana keçəcək. Bunu da açıq ortalığa qoyandan sonraki və... Özdə paralel olması, bu proseslərlə eyni vaxtda düşməsi mən ona görə adam mənadardır, adam düşünür ki... Heç yerində deyil. Əlbəttə, bu hardan gəlib, kimin ağlının məhsuludur, bu nə yaygın ifadələrdir, nə deməkdir bu? Sabah, məsələn, bu ekologiya ilə bağlı ola bilərmi? Məsələn, dönər satır da.
Deyəcək ki, belə baxanda strateji sahədir. Deyəcək ki, tüstü ekologiyanı bu dövlət maraqlarına ziddir, dönər kanalı əlindən alıram. Cəmiyyət narazıdır. Hə, cəmiyyət də bundan narazıdır. Yəni, Mən dönər orada kanalı əlindən kriter alıram. yoxdur da. Yəni bu nə yanaşmadır? Bu işləmə mexanizmini necə fikirləşirlər? Yoxdur, Yəni hələ. icranı kim icra edir? Yəqin yazılıb müvafiq icra qurumları. Nə deməkdir bilinmir. Heç nə, o da Yəni kim bunu müəyyənləşəcək? Bu kriterlər hakimiyyətləri. bu kriterlər necə müəyyənləşəcək? Bu növbəti mən sizin efirlərdə də başqa yerlərdə də dəfələrlə demişəm ki, Azərbaycan hökumətinin ən böyük səhv yanaşması bu aşırı tənzimləmə siyasətidir. Bax, elə yerinə düşüb, bu elə bir üst-üstə düşüb də. Dünən Amerika Birləşmiş Ştatları qərar verdi, Tramp administrasiyası. Aşırı tənzimləmə mexanizmləri avtomobil sənayesinə aradan qaldırılır. Çünki belə axmaq kriterlər gətirmişdilər də, nə bilim, karbon qazı ilə bağlı, ekoloji standartlarla bağlı avtomobil istehsalçıları boğulurdular. Çində belə standartlar yox, dünyanı tutur. Amerikada deyir ki, bəsdirin də daha nə qədər boş-boş standartlar qoymaq olar da, sərbəst buraxıram. Elə dünən Makron çıxış elədi. Ayın sabah Avropa Birliyinin bir toplantısı olacaq. Dedi, biz aşırı tənzimləmədən əl çəkib, normal iqtisadi qaydalara dönməsək, Avropa outsiderə çevriləcək. Oyundan kənar qalacaq. Bəli, outsiderə çevrilir. Biz də Avropa Birliyinin Başa düşürlər. bəli, nə qədər aşırı tənzimləyici aktları varsa, hamısını qəbul eləmişik. O cümlədən elə o ekoloji standartlarla bağlı, nə bilim, iqlim dəyişikliyi ilə bağlı. İqlim dəyişir, bu insan buna təsir eləyə bilmir, eləyə bilməyəcək də. Biz ekoloji problemləri həll etməliyik. Bəli, kim havanı çirkləndirir, suyu çirkləndirir, meşəni qırır, havamızı zəhərləyir. Gedək onlarla mübarizə aparaq. Mən buna kəlli razıyam. Hətta havalar yaxşı olanda mən uşaqla çıxırıq, biz yaxızı tərəfə gedirik, torbalar götürürük, meşədən zibil toplayırıq. Yəni, bacardığımız qədər burada da yardımcı olmağa çalışırıq. Amma bu standartlar ki, Azərbaycan bunu beyninə qoyub hökumət, bu yanlışdır. İkinci yanlışı isə ondan ibarətdir ki, Azərbaycan hökuməti düşünür ki, ölkənin ən böyük problemi büdcə gəlirlərinin azalmasıdır. Prioritet kimi bunu görür. Görür ki, büdcə gəlirləri azalır, bu problemdir. O, tamam, problemdir. Bu axı nəticədir də, səbəb deyil. Yaxşı, nə səbəbdən büdcə gəlirləri azalır?